Salam, növbəti suala baxırıq. Perimetri 20 olan rombun bir diaqonalının uzunluğu 6 olarsa, digər diaqonalının uzunluğunu soruşur. Deməli, rombun perimetri 4A. Perimetri 20-dirsə, 20 bərabərdir 4A-ya, rombun tərəfi olacaq 5. Diaqonallardan biri verilib, D bərabərdir 6, digərini tapa bilərik. Rombun diaqonalların kvadratları cəmi tərəflərinin kvadratları cəminə bərabərdir. 6-nın kvadratı üstə gəl, digər diaqonalın kvadratı 4 vur 5'in kvadratı. D2'nin kvadratı bərabərdir 100 minus 36 olacaq. D2 64, o da 8. Deməli, cavab B variantı. İndi isə 150 nömrəli suala baxırıq. ABCD düzbucaqlı K nöqtəsi ABC'nin ağırlıq mərkəzidir, yəni medianların kəsişmə nöqtəsidir. OL AD paraleldir. OL paraleldir AD'yə. AD 36 olarsa bizdən OL'in uzunluğunu soruşur. İndi şəkli yaxınlaşdıraq. Deməli, ABC üçbucağından söhbət gedirdi əvvəlcə. Deyir ki, K nöqtəsi medianların kəsişmə nöqtəsidir. Deməli, bura 2K'dırsa, bura olacaq K. Çünki 2-ni 1-ə nisbətinə bölünür. Və BO diaqonalın yarısıdır, yəni 3K'dır. Deməli, OD də 3K'dır. Həmçinin AO da 3K'dır, OC də 3K'dır. Çünki diaqonallar kəsişir, kəsişmə nöqtəsini yarıya bölünür. İndi bu OL burada AD paraleldirsə, burada oxşarlıqdan istifadə edəcəyik. Bu bucaq buna bərabərdir. Uyğun bucaqlar olduğuna görə bu bucaq da buradakı bucağa bərabərdir. Oxşarlığa əsasən yaza bilərik ki, deməli, OL-in AD-yə nisbəti bərabərdir OK-nın ümumi KD-yə nisbətinə. OL-imiz yoxdur. AD 36, OK K'dır, KD də 3K üstəgəl K 4K. K'lar burada ixtisar gedir. 4OL bərabərdir 36-ya. OL olacaq 9. Bizdən də OL-in uzunluğunu soruşur. Düzgün cavab Y variantı.